Vaxtınız xeyir olsun. Bəli, sizin də vurğuladığınız kimi bugün ölkə ərazisində 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı keçirilir və bu imtahanda 58 mindən çox şagird iştirak edir və imtahan hazırda davam edir. Daha təfərrüatlı informasiyanı hazırda ilə qonağım Dövlət İmtahan Mərkəzi Mətbuatla İş Şöbəsinin müdiri Xanlar Xanlarzadədən əldə edəcəyik. Xoş gördük Xanlar bəy. Buyurun, imtahanın keçirilməsi ilə bağlı detallı informasiyaları sizdən eşidək. Təşəkkür edirəm. Bugün Dövlət İmtahan Mərkəzi tərəfindən birinci istiqamət üzrə buraxılış imtahanları keçirilir. Bu imtahanlarda 58 mindən artıq şagirdin iştirakı nəzərdə tutulubdur. Ümumilikdə Bakı şəhərinin müxtəlif rayonları ilə yanaşı Respublika üzrə 31 şəhər və rayonda bu imtahanlar təşkil olunur. Saat 11-də start götürübdür. Bilirsiniz ki, imtahanın müddəti 3 saatdır. Bu imtahanda iştirakçıların tədris dili, riyaziyyat və xarici fənləri üzrə bilişləri qiymətləndirilir. Sabahdan etibarən imtahan protokollarının emalına başlanılacaqdır. Bilirsiniz ki, biz sual kitabçalarını iştirakçıların özlərinə veririk və bu günləri 15:30-da Dövlət İmtahan Mərkəzinin YouTube kanalında canlı yayım ediləcəkdir. Bu yayım zamanı qapalı və kodlaşdırıla bilən tapşırıqların düzgün cavabları elan olunacaqdır. Eyni zamanda imtahanda istifadə olunan tapşırıqlar izah ediləcəkdir. İlkin olaraq burada iştirakçılar neçə bal topladıqlarını müəyyən edə biləcəklər. Ancaq rəsmi nəticələr Dövlət İmtahan Mərkəzi tərəfindən hardasa bir 6 həftə sonra, yəni bütün o yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi başa çatdıqdan sonra elan olunacaqdır. Bizim həftənin bazar günü növbəti imtahanımız var, digər istiqamət üzrə. Həmin imtahan iştirakçılarının nəzərinə çatdırırıq ki, onlar sənədləri ilə diqqətli olsunlar. Bax, bu imtahanın elə özündə də bəzi şagirdlər var ki, onlar şəxsiyyət vəsiqəsini imtahana gətirmirlər və yaxud onun sürəti ilə imtahana gəlirlər. Ona görə də bu sənədlərə fikir vermək lazımdır. Həm imtahana buraxılış vərəqəsi, həm də şəxsiyyəti təsdiq edən sənəd bu şagirdin üzərində olmalıdır. Eyni zamanda imtahan binası əvvəlcədən dəqiqləşdirilməlidir. Bəzən görürsən ki, gecikmə halları müşahidə olunur və səhər-səhər tıxacı da nəzərə almaq lazımdır. Bax, bu kimi amillər mən belə hesab edirəm ki, növbəti imtahan iştirakçıları üçün hansısa bir narahatlıq yaratmayacaqdır və onlar gəlib imtahanda iştirak edə biləcəklər. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, dediyimiz kimi bugün elə buraxılış imtahanı keçirilir və 58 mindən çox şagirdin iştirak etdiyi bu imtahanda yəni yekun nəticələr önümüzdəki həftələrdə ictimaiyyətin diqqətinə çatdırılacaq və açıqlanacaq. Hələlik bizim çatdıra biləcəyimiz məlumatlar bu qədərdir. Söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm. Rəqsanə məlumatı çatdırdığına görə 11:00-da imtahan başlayıb və saat 14:00-a qədər davam edəcək. Əlbəttə ki, hər kəsə uğurlar arzulayırıq. Ümid edirik ki, nəticələri istədikləri kimi olar.